Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100. il münasibəti ilə möhtəşəm konsert proqramı təşkil olunub. Açıq havada təqdim olunan konsert proqramı həm sakinlər, həm də qonaqlar üçün əsl bayram əhval-ruhiyyəsi yaradıb. Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifası alqışlardan qarşılanıb. Həqiqətən də bugün çox önəmli gündür Azərbaycan tarixində və düşünürəm ki, Ulu Öndərin ad günü hər dəfə, hər il bir bayramdır Azərbaycan üçün. Çünki müasir Azərbaycanımızın banisidir. Heydər Əliyev deyəndə indiki bütöv Azərbaycan düşünür. Onun qoyduğu iz, onun yaratdığı böyük bir siyasət. Mən mədəniyyət sahəsində danışmaq istərdim ki, Azərbaycan mədəniyyətinin inkişaf dövrü 1969-cu ildəki hakimiyyətə gəldi. Daha böyük fürsət aldı. Çox böyük yollar keçdi. Böyük filmlər, böyük sənədli filmlər, böyük işlər görüldü. Və çox sevinirəm ki, Naxçıvanlı kimi Naxçıvandayam və onun ad gününü Naxçıvanda keçirirəm. Günün davamında ölkənin tanınmış ifaçıları da səhnəyə çıxıb. Hər bir Azərbaycanlı üçün qürurlu və şərəf verici gündür. Bizim Azərbaycanın qurucusu, memarı, ümumilli liderimizin anadan olmasının 103-cü il dönümünü qeyd edirik. Doğrudan da bugün hər bir şərəfli gündür. Həm də ona görə bir özəl gündür ki, Ulu Öndərin doğulduğu torpaqda, Naxçıvanımızda gözəl konsertlərdə iştirak edirik. Naxçıvan cəmaatı ilə görüşə gəlmişik. Həm bugün Babək rayonunda gözəl bir konsert proqramı təşkil olundu və hal-hazırda Naxçıvan şəhərinin mərkəzindəyik. Naxçıvan cəmaatı ilə bir yerdəyik. Bu gözəl günü bir yerdə qeyd edirik. Xalq artistləri Samir Cəfərov və Gülyaz Məmmədova, əməkdar artist Nuriyə Hüseynova, 4-cü televiziya muğam müsabiqəsinin qalibi Sərxan Bünyadzadə rəngarəng repertuarları ilə bayram gecəsinə rəng qatıblar. Bu konsertin təşkil olunmasında əsas məqsəd ümumilli liderə dərin ehtiramımızı bildirməkdir və qeyd etmək istəyirəm ki, bugünkü müstəqil, suveren Azərbaycanın qurucusu olan ümumilli liderin xatirəsi hər birimiz üçün əzizdir və onun siyasi kursu bugün Cənab Prezidentimiz, Ali Baş Komandamız, Cənab Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir, davam etdirilir və bugün bizim ölkəmiz müstəqil bir dövlət kimi, sülhün tərəfdarı olan bir dövlət kimi inkişaf eləyir, davamlı inkişafı tərəfdaşıdır, sülhün tərəfdaşıdır. Proqram çərçivəsində səsləndirilən milli musiqilər, muğam inciləri və müasir bəstəkarların əsərləri Azərbaycanın zəngin mədəni irsini bir daha nümayiş etdirib. Müasir səhnə tərtibatı, işıq və səs effektləri ilə müşayiət olunan konsert yüksək zövqlə hazırlanan musiqi bayramına çevrilib. Mən Ulu Öndərimizin əziz xatirəsinin həmişə deyəm, ruhu şad olsun. Hər zaman ömrüm boyu yad eləyirəm. Həyatıma qızıl hərflərlə yazılıb, onunla o gözəl ünsiyyətimiz, gözəl söhbətləri, onun bizə hər zaman diqqəti, biz incəsənət nümayəndələrinə diqqəti hər zaman mənim ürəyimdə əbədi yaşayacaq. Və onu da deyim ki, o qədər xatirələri var mənim də, Gülyana xanımın da həyatımızda. Allah ruhunu yerdə deyirəm, şad eləsin. Bu möhtəşəm gecə həm milli mənəvi dəyərlərimizə sadiqliyin, həm də ümumilli liderin əziz xatirəsinə bəslənən sonsuz ehtiramın parlaq ifadəsi kimi yadda qalan olub. Həsən Məmmədov, Məryəm Bababəyli, İlqar Məmmədov, NTV Xəbər.